Bismillahirrahmanirrahim ve bihi nesta'in innehu hayrun nasirin ve mu'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Qala es-sabi'atu ennehu ta'ala mutekellimun bil icma'i vel muradu bil kelam el huruf vel asvat el mesmu'atul muntezeme ve ma'na ennehu ta'ala mutekellim أنه يوجد الكلام في جسم من الأجسام وتفسير الأشاعرة غير معقول. أقول Keçən bəslərdə elhamdülillah Allah Taala'nın sıfat-ı sübutiyyəsindən olan 6 sifət barəsində danışdıq. Bugünkü bəsdə Allah Taala'nın 7-ci sıfat-ı sübutiyyəsi Allahın mütəkəllim olmağı haqqındadır. Allahın mütəkəllim olmağın demək olar ki, İslam firqələrindən, İslam məzhəblərindən olan bütün məzhəblər yekdilliklə qəbul edir. Hamı qəbul edir ki, həqiqətən Allah Taala mütəkəllimdir. Burada neçə dənə mətləb gərək bəhs olunsun. Əvvələn Allah Taala'nın mütəkəllim olmağından məqsəd nədir? Ümumiyyətlə kəlam nəyə deyilir? Və əşairənin ki, burada xüsusi bir nəzəri vardı Allahın mütəkəllim olmağı barəsində, Allahın kəlamının həqiqəti barəsində, onların nəzəriyyəsinin batil olması. Fazil Miqdadda bu cümlənin şərhində buyurur ki, Allah Taala'nın sıfat-ı sübutiyyəsindən biri mütəkəllimdir. Allah Taala mütəkəllimdir və bunu bütün müsəlman alimləri yekdilliklə qəbul edirlər. Lakin 4 məqamda ixtilaf var ki, bir-bir bu məqamlar haqqında inşallah biz bəhs edəcəyik. Pəs hamı qəbul edir. Bütün müsəlman alimləri hamısı yekdilliklə Allahın mütəkəllim olmağını qəbul edirlər. Kəlam nədir? Kəlam ümumiyyətlə kəlamı tərif edəndə kəlam ibarətdir o hərflərdən. Əlbəttə burada kəlamdan məqsəd kəlami nəhv elmində və yaxud da sərf elmində bəhs olunan kəlamdan söhbət getmir. Ümumiyyətlə kəlam dedikdə kəlamın məfhumu lüğətdə nəyə deyilir? Kəlam lüğətdə ibarətdir həmin o hərflərdən, o səslərdən ki, münəzzəm şəkildə hər hansı bir insandan eşidilir. Kəlamın həqiqəti bundan ibarətdir. Kəlam ibarətdir o hərflər və səslər ki, insanın ağzından münəzzəm şəklində xaric olur və eşidilir. Bu kəlam barəsində. Allahın mütəkəllim olmağın mənası nədir? Biz kəlam deyəndə, məsələn, insanın mütəkəllim deyəndə, yəni həqiqətən insan dilinin vasitəsilə, ağzın vasitəsilə danışır, kəlamı icad edir. Lakin dilinin vasitəsilə, dili var da dilinin vasitəsilə, ağzı var da ağzının vasitəsilə. Amma Allahın mütəkəllim olmağı bu mənada deyil. Bəlkə Allah Taala mütəkəllimdir, yəni Allah Taala kəlamı icad edir, yaradır hər hansı bir cisimlərin üzərində. Necə ki, diqqət edin, necə ki Allah Taala Həzrəti Musa əleyhissalamla danışanda Kəlləməllahu Musa təklima ki, Quran-ı Kərimdədir. Allah Taala şəcərədə, o müəyyən ağacda sədanı icad elədi və o kəlamı icad eləmək vasitəsilə Həzrəti Musa əleyhissalama bəzi şeyləri çatdırdı. Pəs insan mütəkəllimdir deyəndə, yəni insanın bir danışmaq üçün xüsusi bir bədən üzvü, dil və ağız adında bədən üzvünə ehtiyacı vardır ki, onun vasitəsilə gərək danışsın. Amma Allah Taala mütəkəllim deyəndə məqsəd bu deyil ki, Allah Taala da insan kimi danışsın və ağza, dilə ehtiyacı olsun. Bəlkə Allah Taala mütəkəllimdir, yəni Allah Taala kəlamı icad edir hər hansı bir cisimdə. Pəs əsl mütəkəllim olmağı məlumdur. Kəlamın da məfhumu bizə demək olar ki, məlumdur. Kəlam həqiqəti o hərflər və səslərdir ki, eşidilir münəzzəm şəklində. Allahın mütəkəllim olmağı deyəndə, yəni Allah Taala kəlamı icad edir hər hansı bir cismin üzərində. Lakin əşairənin Allah Taala'nın kəlamı barəsində xüsusi bir nəzəri vardır ki, gələn dərslərdə inşallah ətraflı bəhs olunacaq. Onların Allahın mütəkəllimliyi barəsində olan təfsiri, sözü, izahı məqul deyil. Əslən məqul deyil. Həqiqətən də məqsəd onlar Allahın kəlamı barəsində kəlam-ı nəfsini qəbul edirlər.
Kəlam-ı nəfsin tərifində deyirlər, nə əmrdir, nə nəhyidir, nə xəbərdir, nə inşadır. Səlbi mənalı edilir. Biləxərə nədir? Qabili təsəvvür deyil. Qabili təsəvvür olmadığı üçün qabili təsdiq də deyil. Bəs xülasə, Əllamənin bu ibarəsindən biz bunu başa düşürük ki, Allah Taala mütəkəllimdir və kəlamın da mənası dedik ki, o əlfazlar ki, istemal olunur ərəb dilində, xüsusi lüğət əsasında mürəkkəb olur və insan onun vasitəsilə öz məqsədini başqalarına çatdırır. Bu kəlamın mənasıdır. Amma Allah Taala mütəkəllimdir, yəni Allah Taala kəlamı icad edir müəyyən bir cisimdə. Lakin burada Fazıl Miqdadın kəlamında buyurulur ki, Allahın mütəkəllim olmağın bütün alimlər qəbul eləsələr də, bütün müsəlman alimləri qəbul eləsələr də 4 dənə məqamda burada ixtilaf var. Birincisi, Allahın kəlamının sabit olmağı yolu. Biz hansı dəlilə əsasən deyirik ki, Allah Taala mütəkəllimdir? Aya Allahın mütəkəllim olmağın sabit edən dəlili əqlidir, yoxsa dəlili şər'idir və Qur'anidir və nəqlidir? Əşairə kəlamı özlərinə məxsus məna etdiklərinə görə, öz nəzərlərinə əsasən məna etdiklərinə görə onlar deyirlər ki, Allahın mütəkəllim olması əqlən sabitdir. Əql deyir ki, gərək Allah Taala mütəkəllim olsun. Amma biz onların ümumiyyətlə kəlam-ı nəfsin batil olmağını sabit edəcəyik və nəticədə sabit olacaq ki, kəlamı ki, biz Allahın mütəkəllim olmaq üçün qəbul edirik, o mənada Allahın mütəkəllim olmağı əqlən sabit deyil. Sırfan Allahın mütəkəllim olmağı şər'ən sabitdir. Yəni əqli yolla biz deyə bilmərik ki, əql desin ki, gərək Allah Taala mütəkəllim olsun. Əgər mütəkəllim olmasa nəqsdir, nöqsanı vardır. Bu Əşairənin bu təfsirini qəbul eləmir. Pəs birinci məsələ budur ki, Allahın kəlamın ki, biz deyirik Allah Taala mütəkəllimdir. Allahın mütəkəllim olmağın dəlili əqli ilə sabit edirik, yoxsa dəlili nəqli ilə? Əşairə deyir dəlili əqli ilə. Çünki deyirlər ki, mütəkəllim olmaq bir növ kamal hesab olunur. Əgər bu Allah Taalada olmasa, bir növ nəqsdir. Allah Taala heç bir kamaldan xali ola bilməz. Allah Taala heç bir nəqsi, nöqsan nisbət verə bilmərik. Əlbəttə bunlar yenə də deyirəm, kəlamı öz fikirləri əsasında məna etdikləri üçün deyirlər ki, əqlən sabitdir. Lakin Əşairədən başqalarının etiqadına əsasən Allahın mütəkəllim olmağı nəqllə, Quran ayəsindən, Kəlləməllahu Musa təklima. İkinci bəhs ki, burada Allahın kəlam bəhsində mətrəh olunur, bəhs olunur, kəlamın mahiyyəti. Kəlamın Allahın mütəkəllim olmağının həqiqəti nədən ibarətdir? Ki, burada Əşairənin bir nəzəri var, Əşairədən başqalarının başqa nəzəri vardır. Üçüncü məsələ, Allah Taala'nın bu kəlam sifəti harda, nədə qaimdir? Zatında ya qeyri zatında? Təbii ki, Əşairələr kəlam-ı nəfsini qəbul edirlər. Kəlam-ı nəfsini qəbul etdikləri üçün deyirlər ki, bu kəlam sifəti Allahın zatında qərar tapmışdır. Və nəhayət dördüncü bəhs və İslam aləmində ən cəncallı bəhslərdən biri Allah Taala'nın kəlamının qədim və hadis olmasıdır. Ki, bu barədə də bu 4 məqamda bəhs edəcəyik. Bu hissəni oxuyaq. Qalə əs-sabiyyətu ənəhu Teala mütəkəllimun bil icma. 7-ci sifət Allahın sıfatı sübutiyyəsindən budur ki, həqiqətən Allah Taala mütəkəllimdir bil icma. Vəl muradu bil kəlam. Kəlamdan məqsəd əl-huruf vəl-əsvatul məsmuətul muntəzəmə. Kəlamdan məqsəd, kəlam ibarətdir o hərflərdən, o səslərdən ki, eşidilir və müntəzəm olaraq. Yəni, müəyyən tərkib əsasında eşidilir. Buna deyirlər kəlam. Amma Allahın mütəkəllim olmağının mənası nədir? Və mə'nə ənəhu Teala mütəkəllimun. Allahın mütəkəllim olmaq mənası budur ki, ənəhu yucidul kəlamə fi cismin minəl əcsam. Allah Taala bir kəlamı icad edir cisimlərdən bir cisimdə. Amma və təfsirul əşairə qeyru məqulun. Əşairənin Allahın kəlamı barəsində, mütəkəllim olmaq barəsində verdiyi təfsir əslən məqul deyil. Bu Əl-Lamihilinin qısa kəlamı. Əqulu min cümləti sifatihi Teala kunuhu mütəkəllimən. Fazıl Miqdad buyurur ki, Allahın sıfatı
sübutiyəsindən biri də Allahın mütəkəllim olmasıdır. Və qəd əcmə'əl muslimunə əla zalik. Bütün müsəlmanlar bu məsələyə icma etmişlər ki, Allah Taala mütəkəllimdir. Amma vəxtələfu bə'də zalik fi məqamatin ərbəə. 4 məqamda ixtilafları var. Yəni əsli Allahın mütəkəllim olmağı hamının qəbul etdiyi bir məsələdir. Lakin Allah Taala'nın mütəkəllamının mahiyyətində, Allah Taala'nın mütəkəllim olmağını isbat edən dəlildə, Allah Taala'nın bu sifətinin harda qaim olmağında, Allah Taala'nın kəlamının qədim və hadis olmağı barəsində ixtilaf vardır. 4 dənə məqamdan əl-əvvəlu birincisi fit tariq ilə sübuti hazihi sifə. Yol və dəlil Allah Taala'nın bu sifətin sabit olmağına nədir? Aya dəlil əqlidir, yoxsa dəlil nəqli və səmidir? Əşairənin sözünə əsasən Allah Taala'nın sifəti sübutiyyəsindən olan mütəkəllim sifətini sabit etmək üçün burada əql qəzavətidir. Əql deyir ki, gərək Allah Taala olsun, onların sözünə əsasən mütəkəllim olsun. Niyə? Çünki mütəkəllim olmasa bir növ nəqsdir. Allah Taala da bütün nöqsanlardan uzaqdır. Amma Mu'təzilə və həmçinin İmamiyyə şiələri, böyük alimlərin hamısının etiqadı budur ki, Allah Taala'nın mütəkəllim olmağı əqllə sabit deyil. Bəlkə bunun sabit olmağına bizim Qur'andan ayəmiz var. Dəlili səm'idir. Nəinki dəlili əqli. Əl-əvvəl, birinci ixtilaf fit tariq ilə sübuti hazihi sifə. Təriq və yol Allahın bu sifətini, mütəkəllim olmaq sifətini sabit eləməyə. Və qalət ilə əşairə, birinci ixtilaf budur. Əşairənin bir nəzəri var, qeyri-əşairənin başqa bir nəzəri var. Və qalət ilə əşairə huvəl əqlu. Əşairə deyir ki, Allah Taala'nın mütəkəllim olmağını sabit eləmək üçün dəlil əqlidir. Və qalətil mu'təzilətuhu huvəs-səm'u. Amma mü'təzilə əşairənin əksinə olaraq deyirlər ki, Allah Taala'nın sifəti mütəkəllimlik sifətini isbat eləmək üçün dəlil huvəs-səm'u. Dəlil səm'idir, dəlili nəqdir. O da hansı dəlildir? Və huvə qavluhu Taala. Qur'an-Kərimdə Allah Taala buyurur ki, və kəlləməllahu Musa təklima. Allah Taala Musa ilə danışdı. Bu Mu'təzilənin sözüdür. Fazıl Miqdad buyurur ki, və huvəl haqqu li ədəmid dəlili li əqli və ma zəkəruhu dəlilən fəleysə bitammin. Bu ki, haqq Mu'təzilənin dediyidir. Çünki dəlil-i əqlimiz yoxdur ki, Allah Taala'nın mütəkəllim olmağı sabit eləsin. Əlbəttə, əşairə özünə məxsus dəlilləri var. Amma və ma zəkəruhu, o ki, əşairələr zikr eləyiblər dəlil-i əqli ünvanında Allahın mütəkəllim sifətliyini sabit etmək üçün və ma zəkəruhu leysə bitammin, fəleysə bitam və ma zəkəruhu dəlilən fəleysə bitammin. O ki, onu dəlil ünvanında zikr eləyiblər, o tam deyil, kamil deyil. Burada mən İhtizac kitabında İmam Rıza əleyhissalamdan gözəl bir hədis var. O hədisə işarə edim, ondan sonra bəhsimizi davam etdirərik. Bir hədisdə Əbu Qərrə adında bir şəxs İmam Rıza əleyhissalamdan soruşur ki, əxbirni ən kəlamillahi ilə Musa. Mənə xəbər ver Allah Taala'nın Musa əleyhissalamdan danışmağı barəsində. Fəqalə imam buyurdu, Allahu ə'ləm bi əyyi lisanin kəlləmə bis-Süryaniyyəti əv bil-İbraniyyə. Allah Taala gözəl bilir ki, Musa ilə Süryani dili ilə danışsın, yoxsa İbrani dili ilə. Əbu Qərrə başladı danışmağa və dedi ki, Yəbni Rəsulü, mənim sualım budur ki, ənhazəl lisan, bu dili ki, ənhazəl lisan, o dili ki, o dilin vasitəsilə Allah Taala Həzrəti Musa ilə danışdı, onun barəsində mən səndən soruşuram. Fəqalə Əbul Həsən əleyhissalam, İmam Rıza əleyhissalam buyurur ki, Subhanallahi əmmə təqul. Allah Taala nöqsansızdır o şeydən ki, sən deyirsən. Yəni, Allah Taala'nın dili yoxdur. Və məazəllah ən yüşbihə xəlqə. Allah Taala, Allaha pənah aparıram ki, biz Allahı öz xəlqinə oxşadaq. Əv yətəkəlləm bimislimə huvə mütəkəllimun. Allah Taala deyir ki, danışır insanların, məxluqatın danışdığı kimi. Və lakinnahu təbarəkə və təala leysə kəmislihi şeyun. Allahın misli yoxdur. Allah Taala'nın zatının misli olmadığı kimi, onun sifətlərinin də misli yoxdur. Və la kəmislihi qailun və la fail. Allahın mislində nə danışan var, nə Allah Taala'nın mislində fail var.
Qala keyfə zalik? Yine bu Əbu Qərrə ya Əbu Qurrə dayanmadı, sual elədi. Bu necə ola bilər? Qalə. İmam Rıza əleyhissalam buyurdu. Bu diqqət edin kəlamın sonunda İmam kəlamul xaliq li məxluqin leysə kəlamul məxluq li məxluqin. Xaliqin məxluqu ilə danışması, məxluqun məxluqu ilə danışmağı kimi deyil. Yəni biz insanlar ki, bir-birimizdən danışırıq, dilimizin vasitəsilə danışırıq və tərəfə, müqabil tərəfimizə, eşidənimizə, müxatəbimizə öz fikrimizi çatdırırıq. Allahın danışmağı belə deyir. Diqqət edək, əsas məsələ buradadır. Və la yəlfuzu bişiqqi fəmin və lisanin. Allah Taala ağzı açmaq vasitəsilə, dili dəbərtmək vasitəsilə tələffüz edib danışmır. Bəs necə edir? Və lakin yəqulu ləhu. Lakin Allah Taala deyir, kun fəkane bi məşiyyətihi. Ol olur. Yəni Allah Taala kəlamı icad edir. İmam Rıza əleyhissalam bu gözəl kəlamında həqiqətdə Allah Taala'nın mütəkəllim olmağın dilin vasitəsilə insanların danışdığı kimi mənanı Allah Taala'dan nəf eləyir. Bəs bu onu göstərir Allahın kəlamı ilə insanın kəlamının fərqi vardır. Lakin bizim bəhsimiz nədə idi? Bizim bəhsimiz bunda idi ki, Allah Taala'nın bu danışmaq sifətini sabit etmək üçün aya dəlil əqlidir, yoxsa dəlil nəqlidir? Əşairə deyir ki, dəlil əqlidir. Bu sözü nə üçün deyirlər əşairə? Onların bu sözünə səbəb olan budur ki, deyirlər ki, Təftazani bilirsiniz də əşairədəndir, böyük alimdir. Şərhül Məqasid kitabında buyurur ki, dəlil əqli ilə biz isbat eləyə bilər ki, Allah Taala mütəkəllimdir. Niyə? Deyir ki, əgər Allah Taala mütəkəllim olmasa, bir halda ki, Allahın mütəkəllim olmağı səhihdir. Əgər Allah Taala mütəkəllim olmasa bir halda ki, əqli baxımdan onun mütəkəllim olmağı səhihdir və mümkündür, bu mütəkəllim olmamağı bir növ nəqsdir. Bir halda ki, heç bir nəqsi biz Allah Taala'ya nisbət verə bilmərik, bəs əqlən gərək qəbul edək ki, Allah Taala nədir? Mütəkəllimdir. Yadınızda olsa biz Allah Taala'nın müdrik sifəti barəsində necə istidlal edədik? Allah Taala'nın müdrik olmağı nədir? Mümkündür. Hər o şey ki, Allah barəsində mümkündür, bilfiil gərək ona biz onu nisbət verək. Əgər nisbət verilməsə, pəs Allah Taala'nın zatı ondan xalidir. Onu ələ gətirmək üçün qeyrə ehtiyac var, başqasına ehtiyac var, başqasına möhtacdır. Bu da nəqsdir. Eyni o mənanı Təftazani Allahın kəlamı barəsində deyir. Deyir ki, Allah Taala həyyidir, alimdir, qadirdir. Allah Taala da heç bir nöqsan cəhət yoxdur. Bu bizim hamımızın, müsəlman alimlərin hamısının qəbul elədiyi məsələdir. Allah Taala həyyidir, alimdir, qadirdir, heç bir nöqsanı yoxdur. Bunu ki, hamı qəbul edirik. Başqa bir tərəfdən də əqli baxımdan da bu Təftazənin kəlamıdır. Əqli baxımdan da deyib, gərək biz qəbul edək ki, Allah Taala mütəkəllimdir. Niyə? Deyir, əgər Allah Taala mütəkəllim olmasa, nəuzubillah Allah Taala naqis olacaq. Bir halda ki, Allah Taala'nın naqis olmağı batildir, pəs mütəkəllim olmamağı da batildir. Pəs əqli yolla sabit elədik ki, Allah Taala nədir? Mütəkəllimdir. Bu Təftazəninin sözüdür. Lakin Təftazani bunu nə üçün götürüb? Çünki bunların məbnasına əsasən, əşairənin məbnasına əsasən Allah Taala'nın kəlamı ibarətdir kəlam-ı nəfsidən. Və bu kəlam Allahın zatında qaimdir. Əgər Allah Taala'nın kəlamı ki, bu cürə məna elədir, Allah Taala'nın zatında olmasa bir növ nəqs gəlir. Biz deyəndə Mü'təzilə alimləri, məxsusən İmamiyyənin alimləri kəlam-ı nəfsini Allah barəsində ümumiyyətlə mənasız bilirlər. Nə qabili təsəvvürdür, nə qabili təsdiqdir. Çünki ümumiyyətlə təsdiq fər'i təsəvvürdür. Onlar kəlam-ı nəfsini ilə tərif edirlər ki, əslən qabili təsəvvür deyil. Qabili təsəvvür olmadığı üçün qabili təsdiq də olmayacaq. Pəs bu baxımdan onlar deyirlər ki, Allahın mütəkəllim olmağın əqllə sabit edilir. Amma Fazil-i Miqdadi buyurur ki, bunların gətirdiyi bu dəlil tammı deyil və gələn bəhsədə işarə olunacaq. Bəs dəlili əqli olmadı. Bəs dəlili olacaq səm'i və qəd əcmə'əl ənbiya'u əla zalik. Bütün peyğəmbərlər hamısı icmaən deyiblər ki, Allah Taala mütəkəllimdir. Bəs peyğəmbərlərin dedikləri üçün biz Allahın mütəkəllim olmağını nə edirik? Qəbul edirik.
Əgər peyğəmbərlər deməsəydi, əql bunu sabit edə bilməzdi. Və qəd əcmə'əl ənbiya'u əla zalik. Bütün peyğəmbərlər Fazil Miqdad buyurur ki, Allahın mütəkəllim olmağına icma ediblər ki, Allah Taala mütəkəllimdir. Bəs dəlil olur, dəlil səmi peyğəmbərlər buyurur. Mümkündür burada deyəsiniz ki, burada doğru lazım gəlir. Peyğəmbərlərin diqqət edə bura və doğru dəqiq çatdıra bilim. Peyğəmbərlərin sadiq olmağı, peyğəmbərlərin sadiq olmağı bağlıdır, aslıdır Allah Taala'nın sadiq olmağına. Allah Taala'nın da sadiq olmağı bağlıdır peyğəmbərlərin sadiq olmağına. Bəs peyğəmbərlərin sadiq olmağı bağlıdır peyğəmbərlərin sadiq olmağına, o da doğrudur. Yəni siz nəyin əsasında deyirsiniz ki, Allah Taala mütəkəllimdir? Çünki bəziləri bu iradə ediblər. Deyirlər ki, əgər biz qəbul edəsik ki, dəlil-i səm'i əsasında Allah Taala mütəkəllimliyini qəbul etsək, burada doğru lazım gəlir. Niyə? Çünki Allah Taala'nın mütəkəllim olmağı bağlıdır nəyə? Peyğəmbərlərin kəlamına və peyğəmbərlərin öz kəlamında sadiq olmağına. Başqa bir tərəfdən də peyğəmbərlərin öz sadiq olmağı bağlıdır Allah Taala'nın onları təsdiq eləməyinə. Haza doğrun sərihun. Lakin Fazil Miqdad buyurur ki, əslən belə deyil. Burada doğru lazım gəlmir. Bəlkə onların peyğəmbər olmağı, onların sadiq olmağı bağlıdır möcüzəyə. Heç doğru burada lazım gəlmir. Peyğəmbərlərin sadiq olmağı möcüzə əsasındadır. Heç burada doğru lazım gəlmir. Və qəd əcmə'əl ənbiya əla zalik. Peyğəmbərlər hamısı icma ediblər ki, Allah Taala mütəkəllimdir və sübutun nübüvvətihim və peyğəmbərlərin də nübüvvətini sabit olmağı qeyri-məvqufun əleyhi. Allahın kəlamının sadiq olmağına, Allah Taala mütəkəllim olmağına asılı deyil. Niyə? Licəvazı təsdiqihim bi qeyril kəlam. Çünki biz eləyə bilərik peyğəmbərləri təsdiq edər Allahın kəlamı olmadan. Bəl məvqufun ələl möcüzat. Bəlkə peyğəmbərlərin sadiq olması bağlıdır onların möcüzələrinə. Və la yəlzəmud dur. Burada heç doğru da lazım gəlmir. Fəyəcibu isbatuhu. Bəs vacibdir biz Allahdan mütəkəllim olmağa sabit edək. Bər əsası dəlili səm'i. Bu birinci ixtilaf. İslam alimləri arasında birinci ixtilaf Allahın kəlamı barəsində budur ki, Allahın mütəkəllim olmağın isbat edən dəlil əqildir, yoxsa nəqli və səm'idir. Əşairə deyirlər əqildir. Təftazənin də kəlamına işarə olundu, amma Əşairədən başqa məxsusən Mü'təzilə və İmamiyyə buyururlar ki, Allahın mütəkəllim olmağını isbat edən dəlil dəlili səm'idir. Bütün peyğəmbərlər hamısı bunu bizə xəbər veriblər. Məxsusən axırıncı peyğəmbər Qur'an-ı-Kərimdə Kəlləməllahu Musa təklima. Bu birinci ixtilaf. Və sani fi mahiyyəti kəlamihi fəzəəməl əşairə ənəhum mə'nən qədimun qaimun bizatih yüəbbər anhu bil ibaratil müxtəlifətil mütəğəyyirə el-müğayir lil-ilmi vəl-qudrəti fəleysə bihərfin və la sotin və la əmrin və la nəhyin və la xəbərin və la istixbarin və qeyri zalikə min əsalibil kəlam. Diqqət edək. İkinci ixtilaf ki, Əşairə ilə digər müsəlman alimləri arasında, firqələri arasında vardı. O da bundan ibarətdir. Onların etiqadına əsasən, Əşairənin etiqadına əsasən Allah Taala'nın kəlamı bir dənə ibarətdir, bir dənə mənadan ki, o məna qədimdir. O mənayı qədim Allahın zatı ilə qaimdir. Lakin biz soruşanda bəli, siz deyir ki, Allah Taala'nın kəlamı ibarətdir, qədim olan bir mənadan ki, Allahın zatında qaimdir. Sualımız budur ki, bu mənayı qədimi deyəndə siz nəyi iradə edirsiniz? Məqsədiniz nədir bununla? Deyirlər ki, bu elə bir şeydir ki, elə bir mənadır ki, elmdən fərqli olan bir şeydir. Qüdrət də deyil, elm də deyil. Elm və qüdrət sifəti Allahın zatında qaimdir. Bunlar deyirlər ki, yox, elm deyil, qüdrət deyil. Həmçinin bu nədirsə, bu mənayı qədim nədirsə, hərf də deyil, səs də deyil, əmr də deyil, nəhi də deyil, xəbər də deyil, istixbar da deyil. Əslən kəlamın üslubuna xaric olan bir şeylərdir və bunun da adına qoyurlar kəlami nəfsi. Ağay Fazil Miqdad buyurur ki, lakin Əşairənin müqabilində Mü'təzilə, Kərramiyyə, Hənabilə onlar deyirlər ki, hətta İmamiyyənin də nəzəri ilə budur. Allah Taala'nın kəlamı deyəndə ibarətdir həmin hərflər, o səslər ki, mürəkkəbdir.
münəzzəm şəklində mənanı çatdırır. Bu mənadır. Allah mütəkəllimdir. Kəlamın mənası insanlar barəsində nədirsə, diqqət edin. Kəlamın mənası insanlar barəsində nədirsə, həmin mənada ilə Allahda vardır. Lakin insanlarla Allah Taala arasında bir fərq vardır. İnsanlar kəlamı icad etməkdə ehtiyacları vardır. Onların ağıza, dilə, danışmağa və bunun vasitəsilə öz məqsədlərini çatdırırlar. Allah Taala'nın mütəkəllim olmağı budur ki, həmin bu səsləri icad edir. Bu hərfləri icad edir. Müəyyən bir cisimdə onun vasitəsilə öz məqsədini istədiyi bir şəxsə, peyğəmbərə çatdırır. Bu mənanı isbat eləmək üçün Fazıl Miqdad 2 dənə dəlillə işarə edirdi. Ümumiyyətlə, üqəla kəlam deyəndə hansı mənanı nəzərə tuturlar? Əslən, usul elmdə bir bəfəz təbadur. Kəlam deyəndə insanın zehninə hansı məna gəlir? Allah Taala mütəkəllimdir. Mütəkəllim, yəni kəlamı icad edən. Kəlam, yəni ibarətdir həmin o hərflərdən, səslərdən ki, mürəkkəb olub müəyyən bir mənanı çatdırır. Elə bu baxımdan bir nəfər ki, sakit oturub, ona mütəkəllim deyilmir. Çünki kəlam icad eləmir. Və həmçinin bir nəfər ki, laldır, danışa bilmir, buna heç vaxt mütəkəllim deyilmir. Bəs mütəkəllim o şəxsə deyilir ki, kəlamı icad eləsin. Həmin o hərflər, səsləri icad eləsin, müəyyən mənanı müxatəbə çatdırmaq üçün. Bu birinci. İkinci, əşariyə olan sözümüz bundan ibarətdir. Ağay əşairə. Siz ki deyirsiniz, Allah Taala'nın kəlamı ibarətdir qədim bir mənadan, qaimdir bi zati, elm deyil, qüdrət deyil, hərf deyil, səs deyil. Və bu nə olan şeydir? Əslən, sizin dediyiniz məna qabilə təsəvvür deyil ki, hətta təsdiq olunsun. Qüdrət-i zatiyyə ki deyilsiz deyil. Qüdrət-i zatiyyənin işi icad eləməkdir. Bir halda ki deyirsiniz ki, yox, bu kəlamdan məqsəd qüdrət-i zatiyyə deyil. Elm də deyir. Digər sifətlərin də səlahiyyəti yoxdur ki, bəsən bu kəlamı ona sidq eləyir. Və sizin dediyiniz qabilə təsəvvür deyil. Qabilə təsəvvür deyilsə, biz necə bir sabit edək, onu biz qəbul edib təsdiq edək? Əvvəl elə məna edək ki, biz təsəvvür edək, ondan sonra nə eləyək? Təsdiq edək. Bu da ikinci ixtilaf. Və sani fi mahiyyəti kəlamihi. İkinci ixtilaf Allahın kəlamının mahiyyətindədir ki, fəzə'aməl əşairətu, əşairə güman edib ki, ənəhu mə'nən qədimun. Allahın kəlamı qədim bir mənadır. Qaimun bi zati, Allahın zatı ilə qaimdir. Yu'abbaru anhu bil ibaratil müxtəlifə. Müxtəlif ibarələrlə təbir gətirirlər. Deyirlər ki, bu mənayı qədim əl-müğayir lil-ilmi vəl-qudrəti, elm və qudrətdən fərqlidir. Elm başqadır, qudrət başqadır, kəlam başqadır. Fəleysə bi hərfin və la sotin və la əmrin. Nə hərfdir, nə səsdir, nə əmirdir, nə nəhidir. Və la xəbərin və la istiğfar, nə xəbərdir, nə xəbəri tələb eləməkdir. Və qeyri zalik min əsalibil kəlam. Ümumiyyətlə, kəlam üslublarından ayrı olan bir şeydir. Bu, əşairənin iddiası. Və qalətül mu'təzilə vəl-kərramiyyə vəl-hənabilə. Amma onların müqabilində mu'təzilə, kərramiyyə, hənabilə, həmbəlilər. Onların sözü budur, huvəl-huruf vəl-əsvatul murakkəbə. Allah Taala'nın kəlamından məqsəd həmin ibarətdir o hərflərdən, o səslərdən ki, tərkib tapıb, tərkibə mufhimən, elə bir tərkibi ki, bir mənanı başa salsın və çatdırsın. Vəl-haqqu əl-əxir. Fazıl Miqdad bu ki, bizim də nəzəriyyəmiz elə mu'təzilə və kərramiyyə nəzəriyyə ilə eynidir. Livətçinin iki dəlillə. Yəni, iki dəlillə biz ispat edirik, əşairənin sözü batildir, ikinci söz haqdır. Əl-əvvəl əlnəl mütəbadir ilə əfhamil üqəla huvə ma zəkərnahu. O ki, zehinə gəlir, üqəlanın zehinə gəlir, mütəbadir olur, üqəlanın zehinə, həmin huvə ma zəkərna. İbarətdir, kəlam, yəni huruf və əsvat-ı mürəkkəbə. Və lizalikə la yəsifunə bil kəlam mən ləm yəttəsib bizalik. Elə bu baxımdan vəsf eləmirlər kəlamla o şəxsi ki, bu xüsusiyyət onda yoxdur, kəs-sabit. Sakit olan şəxsə mütəkəllim demirlər. Vəl-əxrəs, lal. Əs-san, ikinci işqalı budur ki, ənnəmə zəkəruhu qeyru mütəsəvvərin. Ümumiyyətlə, əşairənin dediyi mənə qabilə təsəvvür deyil. Fə innəl mütəsəvvər, o ki, biz təsəvvürü Allah barəsində, Allahın kəlamı barəsində, imməl qudrətü zatiyyə, ya Allah talan zatı qudrətidir, əlləti təssür ənəhəl huruf vəl-əsvat. Hansı ki, qudrəti zatiyyə səbəbinə sadir olu hərflər və səslər. Fəqəd qaluh və qeyruh. Bir halda ki, əşairə dedi ki, Allah Taala'nın kəlamı bu deyil. Əvvəl elm, o ki, qabil təsəvvür, ya qüdrət-i zatiyyə, ya elmdir. Fəqəd qaluh və qeyruh. Bir halda yenə bunlar deyirlər ki, Allahın kəlamı elm deyil. Və baqi sifət leysət salihətən lil məsləriyyəti ma qaluhu.
Digər Allahın digər sifətləri də mudrik, murid məsələn sifətlərində səlahiyyət yoxdur. O dediklərinə məsdər olsun, mənşə olsun. Və izə ləm yekun mütəsəvvərən, əgər sizin dediyiniz qabil təsəvvür olmadı, ləm yəsihhə isbatuhu, onu ləm yəsihhə isbatuhu, onu isbat eləmək də səhih deyil. Niyə? İzit təsdiqu məsbuqun bit təsəvvür. Bütün təsdiq eləməklik bağlıdır təsəvvürə. Biz nə qədər ki təsəvvür eləməmişik, təsdiq eləyə bilmərik. İnşallah gələn dərsimizdə kəlam-ı nəfsin nə olmağın əşairənin baxımından ona da inşallah biraz ətraflı məlumat verərik, izah edərik və cavabını da nəzərinizə çatdırarıq. Və sallallahu əleyhi və səyyidina Muhammed və alihi tahir.